İnsanın möminliyi nə qədərdir? Mübarizəsi qədər. Namazı qədər yox, orucu qədər yox. Nə qədər mübarizə aparır özünə qarşı, o qədər mömindir insan. Hər ürək istəyən işi görən mömindir. Çox adamlar, xanımlar hicab giyinir məsələn. Bəzi xanımlar var mənə müraciət edir ki, zamanəyə düşmüşük, qəribə zamanəyə. Ata müxalifdir, qardaş müxalifdir. Ata deyir qızı ki, evdən qovaram, başını bağlayasan. Elə bil ki, nəuzubillah bir günah pis iş görür. Nə qədər mübarizəsi çoxdur, başını bağlayır, hicaba riayət edir. Bir o qədər dəyəri çoxdur Allahın yanında. Axtar salih əməllərin içində hansı mübarizə ilə olur? Onların qiyməti var. Çox xeyir işlər var. Amma hansını eləmək mübarizə tələb edir? Özümə qarşı mübarizə aparmalıyam. İstəyimə qarşı getməliyəm. Əməlin dəyərini o artırır ki, nə qədər mübarizə ilə bu əməl eləmişəm.